Dəyərli Avtovaz izləyiciləri, gördüyünüz kimi konteynerimiz açılır, daha doğrusu açılıb və avtomobillərin boşalma prosesi davam edir. Bir avtomobilimiz düşürülüb və bu növbəti avtomobil də artıq konteynerdən düşürülür. Vuruq avtomobildir, sifariş bu formada həyata keçirilir. Bildiyiniz kimi Koreydən biz sizin üçün həm sağlam, həm vuruq və fərqli aksiyonlardan avtomobilləri təmin edə bilirik. Konteynerimizin içi də bu formada, daha bir avtomobilimiz də yuxarıda görürsünüz. O da birazdan düşürüləcək. Ən son avtomobil budur. Bu cür mühafizə tədbirləri görülür, bilirsiniz. Krlolarda zədə olmasın deyə və aşağı hissədə də bu formada dəmir qoruyucular atılır ki, yuxarıdakı avtomobildə Allah uzaq eləsin, nəsə bir problem yaşanarsa, aşağı düşərsə, onlar onu qoruyur altdakı avtomobilin zədələnməsindən. Belə dəyərli dostlar, izləmədə qalın, sifarişlərinizi verin. Ən uyğun, ən ideal avtomobillər hər zaman bizdə. Təşəkkürlər, uğurlar.